Siz diş ətinizi, ağzınızda olan ağrını aradan qaldırmaq üçün nə etməlisiniz? Götürürsünüz soda, içərisinə qatırsınız 5 damcı yod və onunla qarqara eləyirsiniz. Bağışlayın. Sonra isə Perex qatırsınız, yarı su, yarı 3%li Perex. Onunla qarqara eləyirsiniz. Sonda isə bal götürürsünüz, bir çay qaşığı, onu gündə 3 dəfə ağzınızda sorursunuz. O ağrılar gedəcək. Əgər səpki olsa orada, bəzən ağ səpkilər olur, ağrını verən olur. Mütləq aydınlaşmalıdır, ağrını verən göbələkdirmi? Yoxsa mədə turşuluğunun çoxluğu nəticəsində olan dəyişiklikdirmi? Və o dediyimiz nəticədən asılı siz mənə deyirsiniz, bəzən o dəyişiklik olanda orada zəy. Bizim insanlarımız bilir zəy nədir. Zəy çəkəndə həmin o səpkilər gedir oradan.